Gözdəki dəyişikliklər Alzheimerdən xəbər verir. Gözün torqişasının müayinəsi gələcəkdə Alzheimer və digər neyrodegenerativ xəstəliklərin erkən aşkarlanmasına kömək edəcək. Alimlər müəyyən edib ki, torlu qişada baş verən struktur və damar dəyişiklikləri beyindəki patoloji proseslərlə paralel inkişaf edir. Mütəxəssislərin sözlərinə görə torlu qişa mərkəzi sinir sisteminin bir hissəsi hesab olunur və beynin yeganə hissəsidir ki, onu qeyri-invaziv üsullarla birbaşa müşahidə etmək mümkündür. Bu səbəbdən göz müayinələri beynin vəziyyəti haqqında mühüm məlumatlar verə bilər. Araşdırmalar göstərib ki, Alzheimer xəstəliyinin ilkin mərhələlərində torqişada hüceyrə etkisi, toxuma nazilməsi və damar dəyişiklikləri meydana gəlir. Bu dəyişikliklərin aşkarlanması xəstəliyin simptomlarının ortaya çıxmazdan illər əvvəl müəyyən edilməsinə imkan yaradır. Alimlər hesab edir ki, süni intellektlə dəstəklənən müasir göz görüntüləmə texnologiyaları gələcəkdə demensiya, Parkinson xəstəliyi və digər beyin pozuntularının skrininqində mühüm rol oynayacaq.